Himayədar ailə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqların, öz ailəsində böyümə imkanı olmayan uşaqların, qısa və ya uzun müddətli, müqavilə əsasında ödənişli əsaslarla ailə himayəsində böyüməsini təmin edən ailə əsaslı alternativ qayğı növüdür. Himayədar ailə valideyn himayəsindən məhrum olmuş uşaqların hər birinə ailə mühitində böyüməsi, onların inkişafı, cəmiyyətə inteqrasiyası, təlim-tərbiyə alması məsələlərinə şərait yaradır. Və bunun müqabilində də dövlət tərəfindən stimullaşdırıcı dəstək tədbirləri nəzərdə tutulur. Himayədar ailə üzrə müraciətlər e-sosial internet portalı üzərindən Himayədar ailə alt sistemi vasitəsilə həyata keçirilir. Həmçinin himayədar ailə olmaq istəyən valideynlərin və himayədar ailəyə veriləcək uşaqların elektron qaydada vahid uçotu alt sistem vasitəsilə aparılır. Yetkinlik yaşına çatmış, hər iki cinsdən olan evli və ya subay şəxslər, ən azı orta ümumi təhsili olan Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları himayədar ailə ola bilərlər. Uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla adam başına düşən orta aylıq gəlir ailə üzvlərinin hər biri üçün himayədar ailəyə veriləcək uşaqlar da istisna olmaqla ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmamalıdır. Qanunvericiliklə müəyyən edilmiş, ağır və xüsusilə ağır cinayətləri olmayan şəxslər, himayədar ailəyə verilməyə imkan verilməyən hər hansı bir xəstəlikləri olmayan şəxslər himayədar ailə ola bilərlər. Nikahda olan şəxslərdən biri üçün aşağı yaş həddi 25, nikahda olmayan şəxslər üçün isə aşağı yaş həddi 30 olaraq müəyyən edilmişdir. Himayədar valideyn olmaq istəyən nikahda olmayan şəxslə himayədar ailəyə verilən uşaq arasındakı yaş fərqi 18-dən az olmamalıdır. Uşaqlara daha yaxşı xidmət göstərilməsi məqsədi ilə bir ailəyə himayəyə verilən uşaqların sayı 3 nəfərdən çox olmamalıdır. Eyni zamanda nikahda olan şəxslər tərəfindən götürülən uşaqların öz uşaqları da nəzərə almaqla 5-dən artıq olmamalıdır. Lakin nikahda olmayan şəxslərə nəzərən isə bu say 3 olaraq müəyyən edilmişdir. Hər şey eyni görünə bilər, amma ailə sevgisi fərq yaradır.